Bu artıq açıq şəkildə eskalasiyadır, bu müharibə deməkdir. Çünki Netanyahunun söylədiyi bütün fikirlər, istiqamətlərin heç birisi İran dövləti tərəfindən, rejimi tərəfindən qəbul ediləcək amil deyil. Bu mümkün deyil. Bu açıq şəkildə müharibənin başlatması üçün bir bəhanədir. Bundan başqa, bu sadəcə müharibənin başladılması deyil. Uzun müddətli müharibə kontekstində hakimiyyətin kökündən dəyişdirilməsidir. Çünki Netanyahunun dediklərini edə biləcək bir kukla rejimə ehtiyac var. Bunun üçün Rıza Pəhləvini hazırlayıblar. Və ən nəhayət bir də təsadüf olmayan Mühəndəki təhlükəsizlik konferansına dəvətə baxın. İran kimi 90 milyonluq bir dövlətin rəsmi heyətini çağırmadılar. Çıxartdılar siyahadan. Rıza Pəhləvini dəvət etdilər. Hansı kontekstdə, hansı statusda? Bilirsiniz, bu ən böyük göstəricidir. Ona görə də Netanyahunun dedikləri fikrin altında yatan məsələ hakimiyyətin, rejimin kökündən dəyişdirilməsidir ki, onun dediklərini yalnız onun yerinə gələcək kukla rejim tamamilə yerinə yetirə bilər. Əks təqdirdə onun dediklərini bu rejimlə almaq mümkün deyil. Amma Trump deyirdi ki, Pəhləvi ilə bağlı mən qərar verə bilmərəm. Hər halda qərar verəcəm deyə bir açıqlama da verməyəcək. Bunu da vurğulayaq. Deyir ki, xalq özü kimisə çıxartmalıdır ortaya. Xalqın özünün seçdiyi bir adam çıxmalıdır ortaya. Bu Trump'ın belə deyək, səmimi olmayan, səmimiyyətdən də diplomatik açıqlamalarda nə qədər danışmaq doğrudur bilmirəm. Ola bilər doğru açıqlaması olmasın. Amma digər tərəfdən İran xalqının özünün içəridən çıxardacağı bir fiqurla bağlı da fikirlərinizi almaq istəyirəm. İndi biz seçilmiş hakimiyyətə baxdığımızda çox bir neçə real namizəd var. Elə Pezeşkiyanın adını da çəkə bilərik onların içərisində. Güclü, məhz Pəhləvinin qarşısına çıxarılacaq, hətta belə deyək, Amerikanın qarşısına çıxarılacaq. İran xalqının özünü seçə biləcəyi biri ola bilərmi bu proseslərdə? Əvvəla İranda hakimiyyət dəyişdiyi təqdirdə ki, bu ehtimal o qədər də hələlik böyük deyil. Çünki əməliyyatın həcmi, maştabı bəlli deyil. Ancaq hakimiyyətə kimlərin gəlməsi məsələsində həlledici amil İsrail deyil, Netanyahu da deyil. O baxımdan Donald Trump'ın bu fikri həqiqətən özündə gerçəyi, həqiqəti əks etdirir. Söhbət nədən gedir? Baxın, bugün Venezuela'da hakimiyyət necə dəyişdi? Hakimiyyətin davamçısı olan vitse-prezident Rodriguez irəli verdilər ki, bu məsələ daha ağrısız, qansız, tədricən keçsin və proseslər oturuşduğu və ABŞ-ın istədiklərinə nail olduğu təqdirdə perspektivdə seçkilər vasitəsilə rahat, qansız hakimiyyəti ötürə bilsinlər. Eyni model Trump'ın dediyi kontekstində İranda gözlənilir. Burada məsələ kimdir? Siz vurğuladınız. Bəli, burada yeganə dövlət rəsmisi, güc mərkəzlərinin birinin başında olan, hökumətin başında olan prezident Məsud Pezeşkiyandır. Burada Məsud Pezeşkiyanın rolu həlledici ola bilər. Necə? Əgər hakimiyyətin dəyişikliyi qaçılmaz olacaqsa və böyük bir xaos olacaqsa, prezident bir referendum keçirə bilərmi? Söhbət nədən gedir? Söhbət vilayət-i fəq idarə etməsi rejiminin dəyişilməsi, ləğv olunmasından gedir və dünyavi bir dövlətə xalqın səs verməsindən gedir. Bu ilk növbədə bu olmalıdır. İkinci bir məsələ perspektivdə parlament və yeni prezident seçkilərinin demokratik şəkildə xalqın istəyi ilə və real xalqın etibar etdiyi demokratik yöndə İranın önünü açacaq, insanların haqlarını özlərinə verə biləcək liderlərin ortalığa çıxmasına şərait yaradıla bilərmi? Bilər. Bu, qansız keçidin ən gözəl modelidir. Ona görə də siz dediyiniz Trump'ın bu təklifi ən optimal təklifdir. Ayrıca bir məsələ də mütləq nəzərə alınmalıdır. Baxın, kimlərsə çox şey deyə bilər ki, güya Rıza Pəhləvi müdafiə olunur, güya bütün İranlıların Pəhləvidən ötürü dodağı çatlayır. Belə bir şey yoxdur. Çünki İranda dominant xalq türklərdir. Və bu türklərin böyük əksəriyyəti Cənubi Azərbaycan soydaşlarımızdır. O baxımdan bu məsələ sadəcə
Netanyahu və yaxud da ki Trump istədiyi deyə hərəkətə keçirilmir. Bu perspektivdə inanın, ya Azərbaycanla ya da Türkiyə rəhbərliyi ilə ciddi müzakirə predmeti olacaq məsələdir. Çünki türklərin tərəzinin gözündə ağırlıq qoymadığı heç bir lider dayanıqlı, uzun müddətli İranda ola bilməz. Bütün toplumu birləşdirici amilə çevrilə bilməz. Ona görə də bəzən Azərbaycanın prosesdə iştirakına həqarətlə, bəzən şübhə ilə baxanlar var. Ancaq elə deyil. Yəni, bugün X günü üçün bu cür variantlar ola bilər. Mən demirəm ki, Azərbaycan bunu istəyir və hazırlaşır. Ancaq xaos yarandığı təqdirdə bu xaosdan çıxış yollarından biri də dediyim kontekstdə doğru insanların və doğru siyasi güc mərkəzlərinin hakimiyyətinə gəlməsini təmin etmək lazımdır ki, həm regional, həm də qlobal səviyyədə iqtisadi, siyasi, hərbi, miqrasiya nöqteyi nəzərdə faciələr, xaos yaşanmasın.